Növbəti hissə Albaniya Mehranilər sülaləsinin dövründə. Sən əvvəl biraz qayıt bax, gör Albaniyada başqa hansı sülalələr olmuşdu Mehranilərdən qabaq. Bu sonuncu sülalədir. 630-dan 705-ə qədər mövcud olur. Mehranilər sülaləsinin rəsmi hakimiyyəti 630-da və ilk nümayəndəsi Varaz Grigor olur. 642-yə qədər hakimiyyətdə olur. O Bizansla yaxınlaşmışdı, ittifaq qurmuşdu, amma Sasanillərə qarşı. Sonra oğlu Cavanşirgər 642-681-ci ildə, o da 654-də Bizansla yaxınlaşır, amma o ərəblərə qarşı yaxınlaşır. Lakin Bizans hökmdarı sona qədər öz vədini yerinə yetirmədiyi üçün, sadiq qalmadığı üçün o bir müddət sonra Bizansdan uzaqlaşacaq. 662-də Kür sahili döyüş olur Xəzərlərlə Albanlar arasında. Albaniya qalib gəlir. 664-65-ci ildə Xəzərlərin növbəti yürüşü zamanı isə müqavilə bağlanır. 667-670-də ərəblərlə ittifaq qurur. Şəxsən Şam yeməyinə gedir ərəb xəlifəsi ilə. Və Bizans təbii ki, bunu qısqanacaq. Bir müddət sonra onun ölümünü təşkil edəcək. Deməli, 681-ci ildə Bizans-pərəst qüvvələr tərəfindən Cavanşir öldürülür. Sonra qardaşı oğlu Varaz Tiridad gətirilir hakimiyyətə. Varaz Tiridadın nə vaxt gəlməsi haqqında məlumat yoxdur. Heç maraqlı da deyil, yəni vacib də deyil də, deyək ki. Ona görə 705-ə qədər bunu bilin ki, onun ölümü 705-də də edam olunur. Albaniya dövlətinin varlığına son qoyulur. Sonra və Mehranilər sülaləsinin hakimiyyəti başa çatır. Eradan əvvəl 4-cü əsrdə yaranan Albaniyanın 705-ci ildə varlığına son qoyulur ərəblər tərəfindən. Bu qədər. İndi isə bu yazdıqlarımı qısa sual-cavab formasında soruşum. Albaniya dövləti nə vaxt yaranmışdı ümumiyyətlə? İlk buna cavab ver. Sonra Albaniyada Mehranilər sülaləsinə qədər hansı sülalələr olub? Yəqin ki, bayaq deyəndə ona da baxdın. Mehranilər sülaləsi neçənci illəri əhatə edir? Varaz Grigorun hakimiyyət illəri, Cavanşirin hakimiyyət illəri neçənci illərdir? Cavanşir Bizansla ittifaq qurduğu il, Cavanşirin Xəzərlərlə Kür sahili döyüşü nəticəsi, Cavanşirin Xəzərlərlə müqavilə bağlaması neçənci ildir? Şərtlərinə də bax onun. Cavanşirin ərəblərlə ərəb dövləti ilə ittifaqı neçənci illərdir? Onların da şərtlərinə bax. Və ən sonunda Mehranilər sülaləsinin varlığına nə vaxt son qoyulur? Yəni Albaniya dövlətinin varlığına kimlər tərəfindən neçənci ildə son qoyulur? Sonuncu nümayəndəsi kim olur?